əslində Azərbaycanın bölgələrini tanıtmağa xidmət edən bir layihədir. Razı müəllimə təkrar təşəkkür edirik ki, bu məsələyə məlumat verəndə çox isti qarşıladı və böyük məmnuniyyətlə təmsilçi olduğu rayondan bir şəkil hətta Razı müəllim özü göndərdi və böyük məmnuniyyətlə qaliblərə öz tərəfindən də bir belə deyək də simvolik olsa necə bir hədiyyə verəcəyini bildirdi. Belə çıxır ki, bu layihədə ilk mənimlə başlatmışsınız. Bu ilkdir. Bəli. Yəni, çox gözəl. Biz də İmişlidən bir neçə şəkil təqdim etdik və o şəkil sizin saytınızda, Modernazda yayımlandı və sual da qoyuldu ki, kim bu şəkli tanısa ki, hansı rayona aiddir, hansı yerə aiddir, onlar mükafatlandırılacaq. Mən də şadam ki, siz bunu yekunlaşdırmışsınız və bugün artıq o 3 qalib sizin bu redaksiyada oturub, onlardan biri İradə Cəlildir, həm də tanınmış jurnalistdir. Sənan İbrahimovdur, meliorasiya sahəsində çalışır və Rəşad Şirinovdur, İmişlidəndir Rəşad Şirinov özü, elə Qızılkənddəndir. O şəkillər də Qızıltəpənin şəkilləri idi. O da Bakıda yaşayır. Bu 3 nəfər qalib oldu. Onlara da simvolik hədiyyələr var. Mən hər birinizi təbrik edirəm. Doğrudan da bu həm turizm layihəsidir, həm də sevinirəm ki, mənim deputat olduğum İmişli ilə bu layihə başlayıb və İmişlinin şəkillərini tanıyan 3 qaliblə də burada bir İmişlinin deputatı kimi görüşdüm, şad oldum. Azərbaycanın turizm potensialını, ən azından Azərbaycanın ekosistemini, ekoturizmini, daxili turizmi də gücləndirsin, insanlarımıza, tarixə, təbiətə maraq oyatsın. Mən görən kimi tanıdım, çünki bu barədə məlumatım var idi. Mən özüm bayaq da dedim, akademiya ilə Əlaqəmişlər, ona görə. Rəsihət xanım, siz necə? Benim özüm var, reportaja getmişdim 2007-ci ildə. Arxeolog özü də eləmişdi ki, mənim belə bir işim var. Mikail müəllim, Mustafayev sizi dəvət etmişdi. Dəvət elədi ki, belə bir araşdırma var, qazıntı işləri tanışım, gəl Siz birbaşa razıda olduğunuza görə tanıdınız. Bəs Rəşad, siz necə? Razı bəy, mən o kənddə böyümüşəm. Mənim uşaqlığım, yəni o torpaqlığı mənə çox da olmadı da, yəni öz elim oban. Mən göz yumlu da o Qızıltəpəni, Yedditəpəni, Muxurtəpəni, Göytəpəni, hətta nə bilim, o belə Yusif Kəriminin Qırmızı Sahil kitabı var, bilmirəm, oxumusunuz ya oxumamışsınız. Deməli, Sarıxanın dövründən gedir söhbət, Sarıxandan. Hətta o indiki bu Ölcələr kəndində Muxurtəpə ilə Qızıltəpənin arası, indi Yedditəpə ilə Qızıltəpənin arası bizim otlaq sahələrimizdir, düzənlik. Muxurtəpə ilə Qızıltəpənin arası da Sarıxanın dövründə açıq olur. Hətta xanlar dövründə qaçaqlar olan vaxtında, yəni orada həm belə deyəndə düşərgə kimi, həm də ki orada at yarışları keçirilmişlər. O dövrdə, yəni o sarı, qırmızı sahildə daha ətraflı verilir. Hətta indiki Qaradonlu arxı, Moskva kanalı deyirlər. Mirəziz var idi, Seyid Mirəziz o dövrdə. Yəni o böyük bəhs eləyib bizdən. O kitabı oxumuşam, yəni ondan təcrübə məlumatlarım var. Halal olsun ki, mən çox sevinirəm ki, siz bunu tanımısınız və siz də bir İmişli olaraq, həm də Qızılkənd sakini olaraq o ərazini çox gözəl tanımısınız və öz doğulduğunuz yerdə bu qədər bağlısınız. Təşəkkür edirəm. Teşekkür ederim. Bura baxın, sizin